Ötən il Azərbaycana 2 milyard 386,5 milyon dollar dəyərində 123.319 ədəd müxtəlif təyinatlı avtomobil ixal olunub. Yenavaz.com xəbər verir ki, ixal olunan avtomobillərin 15,3% və ya 18.915 ədədi dekabr ayında ölkəyə gətirilib. Qeyd edək ki, 2024-cü illə müqayisədə ötən il avtomobil ixalı 34,3% və ya 31.481 ədəd artıb. 2024-cü ilin dekabr ayı ilə müqayisədə isə ötən ilin dekabr ayında avtomobil ixalı 2 dəfədən çox artıb. Belə ki, 2024-cü ilin dekabr ayında Azərbaycana xaricdən 8912 ədəd avtomobil gətirilib. Ötən il ixal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 19.352 dollar, 2024-cü ildə isə 20.080 dollar təşkil edib. Artım əsasən daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə olan hibrid avtomobillərin ixalında müşahidə olunub. Belə ki, ötən il ölkəyə 73.678 ədəd hibrid avtomobil gətirilib. 2024-cü ildə bu göstərici cəmi 26.630 ədəd olub. Açıqlanan məlumatlardan da göründüyü kimi hibrid avtomobillərin ixalı 3 dəfə artıb. Tam elektrikli avtomobillərin ixalında isə azalma müşahidə olunub. Belə ki, bu göstərici 3027 ədəddən 2028 ədədə düşüb.